Salam değerli dostlar, gəldik çatdıq gündəmi zəbt edən hamamın sonuna. Dəhşətin dəhşəti. Bu da axırıncı yerin kelime garanti deyil. Niye bura düşür? Pisok. Pisok deyəndə böyük bir pisok deyil ama yaxşıdır da. İşini izah edəcəm hamısını. Dəhşətin dəhşəti. Görsən? Pisok. Buradan tam yerini uyğunlaşdıracağım. Bir dənə göstərək qardaşım buranı. Deməli bu hamam nə hamamdır? Bu hamam dəhşətli hamamdır. İndi bunları yığacaq. Şov eləyir naz buradan görürsünüz. Burada da həmçinin ideal kəsinti gözəl. Getdi belə şovlar eyni. Ondan sonra burada təbii ki duş kabini var bura olduğuna görə bura məcbur bütöv gedir. Bütöv orada qısıq düşdü. Böyükdür 60-a yaxın qısıq. Burada trap belədir. Gözəl şəkildə oranı belə qatlamışıq ki, gözəl. Buranın da yeri nədir qardaşım? Konver. Buranı da konver kəsmişik. Burada da gizli qapı olacaq. Bunu kəsib hazır qoymuşam ki, gizli qapı yığan qardaşımız əziyyət çəkməsin. Altında da 5 sm qısıq olacaq. Bax belə. Nişalar. Bunun da qıraqları qızılı kantına yığılacaq. Orada mebelli qapı olacaq. Orada moyladır olacaq. Bu hissəni də qızılı kantla ev sahibinin istədiyi. Buralar da tinlər hamısı, ev aksid 45. Möhtəşəm bir hamam. Allah xeyirli eləsin. Yəni biz işimizi çalışdığımız qədər ədəblə, ərkanla, beləcə deyərlər, keyfiyyətlə başa çatdırırıq ki, ev sahibləri bilsələr də, bilməsələr də Allah görür, mələklər görür. İnşallah işimizi çalışdığımız qədər vicdanla işləyirik. Allah bütün ustalarımızın canını sağ eləsin. Burada koridordur, buranı da işləmişik. Bir dənə də burada mətbəx var. 10 gün çəkdi. Onun da səbəbi odur ki, burada nişalar var, həm divarlarda əyrilik çox idi. İnşallah ki, yekunlaşdırdıq. Qalır ara doldurucusu, onu da bilmirik. Ola bilsin biz özümüz vurduq. Ola bilsin də ev sahibi deyir ki, saxlayasan özün vurarım. Biz işimizi axıra qədər çatdırırıq hər yerdə. Allah hamını işin avan eləsin. Sabahda gəlib gizli qapını qoyacaqlar, onu da paylaşarıq. İzləyin, əliniz qolunuz var olsun. Allah hamıya gözəl ev nəsib eləsin. Ustaların duası gözəldir. Biz də onlarla bahəm. Bizə də ev qismət eləsin inşallah. Bütün ev olmayanlara hamıya. İzləyin, bəyənin, səhifədə nömrəmiz var. Asıman usta sevərlər. Bütün dünyanın dört bir yanından izləyirlər, bəyənirlər, dəyərli olsun. Hamısı bax görsən şov. Orada da qapının şovu ilə gedəcək. Dəyərli olsun. Allah hamının işini avan eləsin. Bütün Azərbaycan ustalarına eşq olsun. Emin qaqamın da burada zəhməti böyükdür. Eminlə çiyin-çiyinə buranı işləmişik. Deyir, ayın görünməyən tərəfi də var, gerək göstərəsən. Getmək çətindir, düzdür, ayama görmək olur. Var olun. Allah hamının işini avan eləsin. 2 ilə yaxındır ki, işləmirdim. Bəzi işlər indi deyir ki, hərdən sənətkar görə işləsin ki, izləyənlər çox. Var olun. Çox danışdım, YouTube oldu ki.